Verilişin sponsoru Ağsu şəhəri Pirhəsənli kəndində yerləşən Azgranata şirə və şərab emalı zavodudur. Salam, axşamınız xeyirli olsun əziz tamaşaçılar. Təbiət eliksiri verilişi efirdədir. Bu günləri biz incəsənət və şərabçılıqla bağlı geniş şəkildə söhbət açacağıq. Təbii ki, qonaqlarımız da var və ilk növbədə qonaqlarımızı təqdim etmək istəyərdim. Beynəlxalq festivallar laureatı, kino rejissor, prodüser Tahir Əliyev. Xoş gördük Tahir müəllim. Təşəkkür edirəm. Və digər qonağımız, daimi qonağımız Azgranata şirə və şərab emalı zavodunun direktor müavini, texnika elmləri doktoru, professor Vüqar Mikailov. Xoş gördük Tahir müəllim. Bəli, elə istəyərdim Tahir müəllimə ilk növbədə sualımı ünvanlayım. Cəhd elə, ey qafil, badə mey, alma ələ. Elə ki, aldın ələ, heç yerə qoymalı deyil. Tahir müəllim, bir rejissor kimi necə düşünürsünüz? Mey insana o ilham pərsinin gəlməsinə bir təkandırmı? Yoxsa sadəcə belə adlandırırlar? Yox, bunun bir fiziki və mənəvi tərəfləri var da. Mey əslinə qalsa nəyə görə deyirlər? Ruhun qidasıdır. Bəli. Çünki bədənlə ruhu tamam bir-birindən ayırmaq lazımdır. Siz fikir verirsinizsə, insanın bədəninə xeyir olan müəyyən, tutaq ki, məhsullar, maddələr beyinə o qədər də, düşüncəyə o qədər də təsir eləmir. Amma məsələn, deyək ki, bu içki, bəzən deyirlər ki, insan bədəninə ziyandır, amma ruhuna xeyirdir. Və bu mənada bədənlə ruhu və sözün həqiqi mənasında ayırmaq lazımdır. Mahiyyət etibarilə şərab, mey, ümumən, belə deyək də, indi meyin biz bugünkü texnologiya ilə müxtəlif məhsullara bölə bilərik. Tutaq ki, 500 il, 600 il, 700 il bundan qabaq yalnız şərabçılıq idi. İndi müxtəlif məhsullar artıq şərabçılıqda ortalığa çıxıbdır. O, insanın birbaşa düşüncəsinə, ürəyinə təsir elədiyi üçün mən düşünürəm ki, mütləqdir bu. Yəni, bir düşünmək üçün, fikirləşmək üçün, nəsə ortalığa qoymaq üçün bu bir vasitədir əslində qalsa. Yəni, su insanın bədəninə xeyirdir, amma düşüncəsinə, fikrinə heç cürə xeyir ola bilməz. Sözün həqiqi mənasında deyə bilərəm ki, ruha çox xeyir verir və insana da hədsiz dərəcədə xeyri vardır. Yetər ki, bunu öz qaydasında qəbul eləmək üçün. Mənim fikrimcə, ümumiyyətlə, Sovetlər dövründə içkinin insana ziyan vurulan bir içki kimi olmasının söylənilməsi insanların tünd içkiyə meylinin çoxalması idi. Belə ki, insanlar şərab əvəzinə, yəni biz Sovetlər İttifaqının tərkibində olduğumuz üçün ruslardan götürüb vodkaya meyilli olduq və bildiyimiz kimi vodkanın insan orqanizmə demək olar ki, xeyri yox dərəcəsindədir və tünd içkidir. Həmin tünd içki də insan orqanizmə heç bir xeyir vermədən insanları alkoqoldan asılı vəziyyətə gətirir ki, məhz elə buna görə də insanlarda içkiyə qarşı pis fikrin olması həmin bu tünd içkiyə görə yaranmışdır. Tahir müəllim, bilirik ki, bir çox filmlərdə, elə məsələn, Azərbaycan filmlərinə mən bir fraqmentlərdən demək istəyərdim ki, məsələn, Bəxt Üzüyü filmində, düzdür, Ramiz Əzizbəyli orada kiçik bir rolda, yəni gördük Ramiz Əzizbəylini orada qeyd edir ki, neynədin arağın tapılmayan vaxtında. Düzdür, bax, bu sözü deyir və yaddaşlarda da həkk olundu, qaldı. Bəs burada nə demək istəyirdi rejissor? Xanım, burada bir məsələ var da, həmin əsər, film doğrusu çəkilən dövrlərdə, bu 80-ci illərin ortalarında, bu yenidən qurmada alkoqolizmə qarşı da belə bir şey yaranmışdı ki, araq satılması, yəni müəyyən mənada görə təsir edir. Onun bir simvolik olaraq vermək istəyir, arağın tapılmayan vaxtı belə bir. Dədə Qorqud filmində Qazan xanın hansı ki, istirahətə getdiyi vaxt çoxlu şərab içməsi və şərab içib bir neçə gün yatması problemlə özləşir. Problemlə özləşməsini də orada göstərir. Burada da göstərir ki, həqiqətən də ümumiyyətlə İslam dininin yaranana qədər, Azərbaycanda əmələ gələnə qədər ümumiyyətlə şərab küzələri, arxeoloji qazıntılarda da həddindən artıq şərab qablarının tapılması göstərir ki, Azərbaycanda həqiqətən də şəraba müsbət yanaşılmışdır. Hətta İslam dinindən sonra da, yarandıqdan sonra da bir çox bəylərimiz, hətta Ağsuda Yeni Şamaxı deyilən bir yerdə Məhəmməd Əli bəyin özü şərab vurğunu olmuşdur. Yəni şərab sevən olmuşdur. Bu barədə də geniş məlumatlar. Belə ki, aparılan arxeoloji qazıntılar İngiltərədən, Fransadan, digər ölkələrdən şərab butulkaların hal-hazırda arxeoloji qazıntılar nəticəsində Ağsuda tapıldı.
Və göstərir ki, həqiqətən də bu dünyanın hər yerindən özü üçün şərab yatırılmış və şərabın dadına baxarmış. Sovet dövründə Kürdəmir bu zonanın belə deyək ki, doğrudan da sözün həqiqi mənasında Sovet filmində, Sovet deyəndə biz çox lokal fikirləşməyəm. Əslində bir Avropa filmi idi də. Avropa filmində o Kürdəmir şərabının üstünlüyü əslində qalsa bizim üçün böyük bir fəxr idi. Kürdəmir markalı deser şərabı olub. Biz keçən verilişimizdə də onun haqqında dedik. Azərbaycanın ən məşhur deser şərabı olub. Halbuki onun tərkibində 20%-ə qədər şəkər, 16% isə spirt olmuşdu. Onun qızqırması əzintinin içərisində gedir və spirtlənmə də əzintidə gedir. Uzun müddət, bir neçə ay əzintidə spirtin içərisində saxlanır. O qədər ekstraktiv olur ki, məhz onun sayəsində biz əvvəlki verişdə söylədik, Azərbaycan şərablarının tərkibində polifenolların miqdarı o qədər çoxdur ki, onlar hətta dünyanın digər qırmızı şərablarından üstündür və bir çox xəstəliklərin qarşısının alınmasında daha effektiv nəticələrə malik olur. Yəni Azərbaycan şərabları. Qətl günü filmində biz izləmişik ki, orada belə bir səhnə var ki, Yaşar Nuri burada xüsusi olaraq qeyd edir ki, biz dərdimizdən şərab içirik. Biz bu nə dərəcədə yəni doğrudur? Bu ssenaristin və yaxud da kino rejissorun improvizasiyasıdır, yoxsa yarpaq budaqdan küsür, payız bəhanədir? Orada çox maraqlı bir şey var da, qəhrəmanın atası dünyasını dəyişibdir və bunlar da. Mən bunu bilmirəm nə dərəcədə normal qəbul edəcək, eləməyəcəklər. Məndə də belə bir şey vardı. Bir yasa gedirəm, müəyyən dostların, tanışların, hədsiz dərəcədə yaxın olan adamın birinin atası ölür, birinin yoldaşı ölür və birinin nəsə də müxtəlif bir şeylər ola bilər və yəni bu normal hadisədir. Və mən həmişə axşamlar onu dəvət edirəm, deyirəm gəlin, gedək, içək və unudaq. Və belə bir şey var, deyir, birinə sual verirlər ki, niyə içirsən? Deyir, dərdimi öldürməkdən ötürü. İçimdəki dərdimi öldürməkdən. Deyir, dərdin öldü. Deyir, yox, artıq dərdim içəridə, araqda, yəni şərabda üzməyə başlayıbdır. Yəni, əslinə qalsa, sakitləşdirici bir məqamdır, əslinə qalsa. Yəni, şərab ağrı kəsici deyil. Şərab hər müəyyən mənada onun qarşısını alan bir məhsul deyil də, onu bir sakitləşdirici, belə insana sakitləşdirici təsiri var. Bura Ağsu şəhərində yerləşən Azgranata şirə və şərab emalı zavodudur. Dünyanın Almanya, İsveçrə, İtaliya, Bolqarıstan, Fransa kimi aparıcı ölkələrindən gətirilən müasir avadanlıqların köməyi ilə qatıqlar əlavə olunmadan tamamilə təmiz məhsulun istehsalı Azgranata şirə və şərab emalı zavodunda istehsal olunur. Azgranata Cənubi Qafqazda analogu olmayan şirə və şərab emalı zavodudur. Zavod bütün zəruri avadanlıqlarla yüksək səviyyədə təchiz olunur. Azgranatada meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlama, şərab emalı və saxlanılması, şərabın qablaşdırılması, spirt emalı, aseptik saxlanma, meyvə şirəsi hazırlama, şüşə dolum və qablaşdırma, tetrapak dolum və qablaşdırma bölmələri istehsal kompleksində fəaliyyət göstərir. Azgranatada şirə və şərab istehsalı zamanı 100% təbii meyvələrdən istifadə olunur. Qırmızı kəm şirin, qırmızı kəm turş və ağ turş növləri üzrə Azgranatada şərab istehsal olunur. Şərabların hazırlanmasında Ricasitelli və Saperadi texniki üzüm sortlarından istifadə edilir. Burada 33 çeşiddə şərab, 2 çeşiddə şampan, 2 çeşiddə viski, 3 çeşiddə likör, 11 çeşiddə hədiyyəli çəlləklər, 11 çeşiddə konyak, 9 çeşiddə brend meyvə araqları istehsal olunur. Ağsu şəhərində yerləşən Azgranata şirə və şərab emalı zavodu Azərbaycanın dünyaca məşhurlarından, üzümündən, qara şanısından, ağ şanısından, armudundan, almasından, heyvasından topladığı vitaminlə sizə enerji və rahatlıq bəxş edəcək. Ünvan: Ağsu şəhəri Azgranata şirə və şərab emalı zavodu. Dünya kinosunda son Ridley Scott'un, çox məşhur Ridley Scott'un bir Yaxşı İl filmi var. Orada da başrolunu Russell Crowe, Gladiator filminin başrolunu oynayan və onların bir tandemi vardı orada. Bu şərab haqqında filmdir. Bir əmisinin şərabçılıq böyük bir üzüm sahələrini satmaq istəyir ki, yəni maliyyə çevirsin və sonda baxır ki, çox pis hala düşür ki, yox, doğrudan bu axı bir ənənədir.
ümumiyyətlə nəinki şərabın hazırlanmasına qədər, üzümün əkilməsindən, üzümün yetişməsindən, üzüm yetişdikdən sonra yığıldıqdan sonra emala veriləndə tez-tez şərabçılar bunu qeyd edirlər. Və bu adət alıb, bunlar da şərab festivalları halında da verilir. Yəqin ki, bu günlərdə, yaxın günlərdə də şərab festivalı dekabrın 19-da da Gəncə şəhərində olacaq. O şərab festivalında biz Azqranat olaraq biz də iştirak edəcəyik və həmin insanları müxtəlif viktorinalarla, müxtəlif sual-cavablarla onlara da Azqranatan hədiyyələrini təqdim edəcəyik və şərabın orada insanlara təqdim olunma mərasimi, yəni şərabın içilmə qaydaları haqqında ümumi bir məlumatlar verəcəyik ki, insanlara məlum. Bu artıq 4-cü beynəlxalq şərab festivalı oldu, keçirilir ki, Azərbaycanda. Bu da Azərbaycanda şərabçıların, şərabçılığın imicini daha da yüksəldir və yeni nailiyyətlərə gətirib çıxarır ki, artıq dünya ictimaiyyətinə də məlum olur ki, artıq şərabçılıq Azərbaycanda inkişaf etməyə başlayır. Elə Vüqar müəllim istəyərdik ki, bax, bilirik ki, şərabçılıq, yəni şərab içmək böyük bir incəsənət, böyük bir incəlik tələb edir eyni zamanda. İstəyərdik ki, elə bu incəlik haqqında danışasınız. Ümumiyyətlə, şərabçılıq bir mədəniyyətdir. Şərabın, hətta şərab üçün lazım olan aksesuarlar da görürsünüz ki, həddindən artıq qiymətli aksesuarlardır. Skifon. Şərab içmək üçün qədim Yunan çaşqası olub, iki qorizontal qulpdan ibarətdir. Bu çaşqa Heraklın mifik kuboku olduğundan Heraklın kuboku da adlanır. Kanfar. İki vertikal qulpdan ibarət olan kubok şəkilli qədim Yunan qabıdır ki, şərab içmək üçün istifadə edilirdi. Bu qablarda Yunanların allahları əsasən də Dionis təsvir olunub. Kiyaf qədim Yunan qabı olub, bir vertikal uzun qulplu müasir çaşqa formasındadır. Kiyafa ilə şərabı böyük qablardan çəkib götürürlər. Buna görə də qulpları uzun olur. Kiyafanın həcmi 0,45 litr olur. Kilik. Kilik içkilər üçün qədim Yunan qabı olub, kiçik ayaqlığa malikdir. Hər iki tərəfdən qulpu var. Bu qulplar kanfardan qabdan yuxarı çıxmaması ilə fərqlənir. Krater. Metal və ya keramikadan olan qədim Yunan qabıdır. Şərabla suyu qarışdırmaq üçün istifadə edilir. Kraterin əsas xarakterik cəhəti iri ağzının, iki qulpunun və ayağının olmasıdır. Oynahoya qədim Yunan dilində şərab səhəngi deməkdir. Bu səhənglə qədim Yunanistanda şərab paylayırdılar. Onun ağzı yonca yarpağına oxşuyur. Ona görə bəzən buna üç burunlu səhəng də deyilir. Bu səhəng vasitəsilə eyni zamanda 3 şərab çaşqasına şərab tökülərdi. Mastos şərab içmək üçün qədim Yunan qabı olub, formasına görə qadın sinəsinə oxşadılaraq hazırlanıb. Bu qabın xarakterik xüsusiyyəti onun içərisindəki şərabın içilməmiş stol üstünə qoyula bilməməsidir. Bu, qədim Yunanlar arasında ən geniş yayılan şərab piyaləsi idi. Riton içki içmək üçün qıfa bənzər bir qab olub, başı aşağı salınmış heyvan və ya insana bənzəyir. Bu qabdan böyük ziyafətlərdə allahların şərəfinə içərdilər. Riton metaldan, gipsdən, qızıldan, sümükdən və ya buynuzdan hazırlanardı. Dinos klassik arxeologiyadan bizə məlumdur. Su və şərabı qarışdırmaq üçün istifadə edilir. Bratina. Qədim Slavyan xalqları da Bratina adlanan şərab qabını yaratdılar və çömçə ilə bu qabdan götürüb içirdilər. Bəzi hallarda isə növbə ilə bir-birlərinə ötürər və başlarına çəkməklə içərdilər. Bakalların içilmə qaydası, içilməmişdən qabaq onlara baxmaq, onun rəngini görmək, bunların hamısı sanki bir mədəniyyətdir. Mən də istərdim ki, həmin bu bakalların görünüşünü və şərabın stola təqdim olunma mərasimin əyani şəkildə elə həm tamaşaçılarımıza, həm də qonaqlarımıza stol arxasında göstərim. Ümumiyyətlə, mən şərabı sizə təqdim etməmişdən qabaq istərdim ki, şərab aksesuarları barəsində bir qədər məlumat verim. Şərab aksesuarlarından ən əsaslarından biri şərabın ağzını açmaq üçün istifadə olunan tıxac açanlardır. 1785-ci ildə T obrazlı, sadə başında taxta olur T obrazlı, yəni əl gücü ilə açan ştopor meydana gəldi, tıxac açan meydana gəldi. Bu tıxac açanlar meydana gəldikdən sonra isə hal-hazırda isə müxtəlif tıxac açanlar var. İstəyirəm ki, sizə onları bir-bir təqdim edim. Bax, gördüyünüz bu tıxac açan, buna Charles de Gaulle deyirlər, Fransız generalının. Çünki bunun açılışında hərəkət görürsünüz belə deyir. Charles de Gaulle da öz işçilərini salamlayanda əli ilə bu cür onlara salam verirdi. Və buradakı ona görə deyirlər ki, Charles de Gaulle'un tıxac açanı. Şərabların
dekanterlərdir. Bax, gördüyünüz, bax, bunlar dekanterlərdir. Bax, dekanter nə deməkdir? Dekanter İngilis dilindən tərcümədə qrafin deməkdir. Ancaq fransızcadan tərcümədə isə çöküntünü ayırmaq üçün süzülən qab. Yəni ki, şərabda, şərabı öz çöküntüsündən ayırmaqdan ötürü süzülmək üçün. Görürsünüz ki, burada müxtəlif dekanterlər durub. Bu dekanterlər də hamısı bir-birindən fərqlənir. Nədən ötürüdür? Gördüyünüz bu dekanter 5 yaşına qədər, yəni 5 illik şəraba qədər, 5 yaşına qədər olan şərabları dekantasiya etməkdən ötürüdür. Yəni onları oksigenləşdirmək üçündür. Nəfəs almasına nail olması üçün istifadə olunur 5 ilə qədər. Yox, əgər istifadə etdiyimiz şərab artıq 5 illik yox, 10, 12, 5 ildən yuxarı müddətdə olarsa, artıq o şərablara çox da oksigenə ehtiyacı yoxdur. Özünə gəlməsi üçün az oksigenə ehtiyac olduğu üçün görürsünüz ki, bax bunun səthi həddindən artıq böyük. Şərab bura qədərdir. Havalanma da oksigenlə təmasda olmağı böyük bir səthdə olur. Ancaq burada isə artıq onun oksigenlə təmasda olması çox azdır. Yəni hər iki tərəfdən gedir və azdır. Bundan başqa ördək şəkilli dekanterlər var, müxtəlif şəkilli dekanterlər var ki, yəni bunlar hamısı əsasən 5 ildən çox saxlanan şərabları, yəni daha doğrusu yetişdirmək üçündür. Onun buketini daha dolğun hiss etməkdən ötürüdür. Belə ki, butulkalarda şərablar boğulurlar. Boğulduqları üçün də onlara sanki ikinci bir həyat veririk, dekanterə tökməklə. Onlar dekanterdə qalmaqla sanki yenidən nəfəs alır, özünə gəlir, təngə nəfəs olan və orada yeni bir tonları, çalarları biz şərabda hiss edəcəyik. Gördüyünüz bu dekanter isə daha tez, qısa bir zamanda, yəni ki, ani olaraq şərab buradan süzülməklə, görürsünüz ki, burada iki ucluq var, iki ucluqdan aerasiya olunur və bakala tökülür və ani bir müddətdə artıq o oksidləşir. Yəni, aerasiya prosesinə nail olur və ondan sonra da buradan bakalı götürməklə içmək olar. İndi isə əgər stola hansısa bir şərab sifariş olunarsa, onun gətirilmə və stola verilmə qaydası mən istəyirəm sizə izah edəm. Bunun üçün belə bir qabdan istifadə olunur. Bunlar ola bilsin ki, bizdə görürsünüz ki, bu cür nədir? Digərlərində metaldan da ola bilər, taxtadan da ola bilər, müxtəlif üsullardan. Bunu götürməkdə məqsəd ondan ibarətdir ki, şərab çox da hərəkətli olmasın. Şərab butulkası vitrin götürülüb, əgər stolun üstünə gətirilirsə, onun çox hərəkət edilməsi yol verilməz. Çünki onun içərisində olan çöküntülərin qalxmasına səbəb olur. Ona görə də hansısa bir butulkanı biz götürməyə səy eləsək, gəlirik, şərab butulkasını götürüb çox hərəkətə yol vermədən bunun içərisinə qoyub və stola təqdim edirik. Stola təqdim etdikdən sonra ümumiyyətlə dəsmal vasitəsilə boğazı qabağızında silinir. Boğazlı. Ondan sonra gördüyünüz profesional sommeliyelərin, profesional xazıçanlarında görürsünüz ki, bunun arxa tərəfində bir bıçaq var. Bu bıçaq bu şərab butulkasını kəsməkdən ötürüdür. Ondan sonra bıçağın ucu ilə buradan bu başlıq çıxarılır. Qətiyyən bu başlığı stol üstünə, bəzən görürsən ki, sommeliyelər bunu götürdü, qoydu stolun üstünə. Qətiyyən olmaz. Bunu kəsdikdən sonra sommeliye bu hissəni öz cibinə qoymalı. Stolun üstünə qoya bilməz. Ondan sonra bıçaq bağlandıqdan sonra çox zərif dirməqanla butulkanın ağzı tən ortadan bax bu cür yumşaq fırladırmaqla vint onun içərisinə daxil edilir. Uç tərəfində demək olar ki, vintin bir hissəsi saxlanılır. Bir hissəsi saxlanıldıqdan sonra artıq buradan şərab götürülür, sakitcə qoyulur buraya. Sakitcə qoyulduqdan sonra ən birinci, görürsünüz, bax bu iki pillədəndir. Bir pillə buradadır, beləncəsinə. Bu da ikinci pillədir. Şərabın tıxacı şərabdan açılarkən heç bir səs olmamalıdır. Əgər səs olarsa, o bir qədər mədəniyyətsizlik sayılır. Ona görə də birinci pillədə yarıya qədər açılır, sonradan keçirilir ikinci pilləyə, ikinci pillədə də yavaş-yavaş açılır. Açılandan sonra yenidən dəsmal vasitəsilə fırlandırılaraq
Tıxac kənarlaşdırılır. Kənarlaşdırılandan sonra ilk dəfə olaraq təqdim edən şəxs özü tıxacı eləyir. Əgər burada kif, hansısa digər kənar iyilər yoxdursa, artıq şərab stola təqdim olunur. Yox, əgər hansısa bir kənar ton olarsa, təqdim edən şəxs, yəni sommelier, şərabı götürüb başqa bir şərabla özünə hörmət edən restoranlarda yeni bir şərabla əvəz edir. Çünki bildiyimiz kimi bunlar hamısı təbiidir. Ağac qabığından hazırlanır bu tıxacılar. Bunlarda müxtəlif defekt ola bilər, şərabdan da keçə bilər, tıxacıçandan da ola bilər. Bunlar olmasın deyə. Sonradan isə bu tıxac xüsusi bir qaba yerləşdirilir. Bax, gördüyünüz kimi bu qaba. Əyləşən yoldaşlar sommelierdən sonra həmin tıxacı iyləyə bilərlər ki, şərab hansı tondadır. Yəni, tam arxayın olmaqdan ötürü onlar götürüb bunu iyləyə bilərlər. Ondan sonra şərab təqdim edən şəxs kiçik bir bakala, yəni universal bir bakal götürür, çox böyük olmayan bir bakala, az miqdarda şərab tökür. Çünki restoranda şəraba pul verilir. Şəraba pul verildiyi üçün onlar pul ödəyirlər. Sommelier çox şərab süzüb götürə bilməz. Ona görə də sommelier kiçik bir bakalda dadına baxmaq üçün birinci 45 dərəcəli bucaq altında bakalı əyir. Məqsəd nədəndir? 45 dərəcəli bucaq altında yəndə görürsünüz ki, səth böyüyür. Səth böyüyəndə 45 dərəcədə və hərəkət eləyəndə artıq burada havalanma gedir. İki mexanizm var. Ya burada havalandırıb sommelier içməlidir, ya da ilkin bakalı dekanterə töküb, dekanterdə qarışdırıb ilkin variant. Məsələn, görürsünüz, mən bunu götürdüm. Çünki bu şərab 2013-cü ilin şərabıdır. 3 il saxlanma müddəti olduğu üçün bu dekanterdən istifadə edirik. Onu yavaş-yavaş buraya tökür. Birdən tökmək olmaz. Tökdükdən sonra qarışdırır. Çox azdır deməm, biraz çətin. Belə götürdükdən sonra özü dadına baxır. Əgər bəyənirsə, şərab yaxşıdırsa, ondan sonra alışqanla şamı yandırır. Şam işığında şərabı çox sakit olmaq şərti ilə, sakit bir axınla, yəni ki, burada təzyiq əmələ gəlməsin. Yavaş-yavaş dekanterə tökür. Dekanterə tökəndə şamda bunu tutmaqda məqsəd ondan ibarətdir ki, görürsünüz, şam butulkanın boğazında çöküntünün olub, şərabda olan çöküntünü görməyə imkan verir və bu zaman çöküntünü saxlamaq imkanı olur insan əlində. Çünki şərablar çox saxlandıqda, kolleksiya şərablarıdır, markalı şərablardır, bəzi hallarında diblərində çöküntü verir. Artıq bax, şərabı süzdükdən sonra şərab butulkasını göstərməlidir burada oturanlara. Ona görə göstərməlidir ki, ola bilər ki, hansısa bir sommelier şərabın içərisində bir hissəsini süzər, bir hissəsini götürüb apara bilər. Yəni boş olmağın təqdim elədikdən sonra dekanterdə hərəkət elətdirilir və bu 30 dəqiqədən 2 saata qədər bu halda saxlanıla bilər. Dekanterin dolması ən geniş xəttə qədərdir, ondan artıq dolmur. Ümumiyyətlə bir butulka həmişə buraya töküləndə elə hesablanır ki, dekanterdə bu orta xəttə qədər çatsın. Orta xəttə çatdığına görə səthin görüşməsi də çox olur. Bunlardan sonra burada oturan qonaqların içərisində bir nəfər kimsə içəridə siz deməlisiniz ki, məsələn, xahiş edir birinci bakal süzülsün İqbal müəllimə və yaxud da ki, Tahir müəllimə. Onda birinci bakala
az miqdarda süzülür və verilir. O öz fikrini bildirəndən sonra ki, həqiqətən də bu şərab yararlıdır, bunu içmək olar. Ondan sonra məclisə şərab vermə əməliyyatı qurtarır. Bakalı yarıdan az doldurmaq lazımdır. Niyə görə? Əgər yarıdan çox doldurarsa və bakallar dolu olan qaldığı halda, çünki dekanter qutardıqda yeni bir şərab açmalı olur. Yeni bir şərab açmalı olur. O da ki, yeni şərabın açılması da sonra yeməkdən sonra burada şərabın qalması, böyük restoranlarda əgər burada artıq şərab qalarsa, bir butulkadan artıq olarsa, bir butulkanın pulu geri qaytarılmalıdır. Ona görə də sommelier həmişə diqqət eləməlidir ki, buradakı şərabın miqdarı bir butulkadan az olsun. Yəni mənim demək istədiyim, söyləmək istədiklərim burada bu qədər. Bir də ki, şərabların soyudulması üçün müxtəlif soyutma qurğuları var. Bax, gördüyünüz bunlardır. Bunlar soyuducunun buzxanasında yerləşdirilir. Gördüyünüz bu. Buzxanaya qoyulur. Buzxanaya qoyulduqdan sonra taxılır və butulkanın ağzına daxil edilir. Və bu cür də buradan süzülür. Çünki o metal soyuqdur demlə, metalın içi ilə gəlir. Həm ağ, həm qırmızı soyuq olmaqdan ötürü əsasən. İkinci bir variant isə silikagel doldurulmuş belə bir yastıqlar var. Bu yastıq buzxanada qoyulur. Buzxanada qoyulandan sonra şərab butulkası bunun içərisinə qoyulur. Və ağzı buradan bağlanır. Demək olar ki, 3 saat müddətində bu şərabı soyuq halda saxlaya bilir. 3 saat ərzində bu şərabı soyuq saxlaya bilməsi də əsas rol oynayır ki, yəni uzaq bir yerlərə getdikdə, harada istifadə olunduqda, çünki maşında da soyuducu sistemləri var, soyuducu onların içərisinə qoymaqla və 3 saat müddətində oturduğunuz yerdə şərabı istənilən temperaturda saxlanmasına nail olunur. Bəli, bugünlük bizə ayrılan efir vaxtı bitdi. Yenidən görüşmək diləyilə. Hələlik. Verilişin sponsoru Azgranata Şirə və Şərab Emalı Zavodudur.